Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu an la ilahe illallah vahdehu la şərikə ləh və təvəlləs salihin və əşhədu ənə Muhammedən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləm salatan və səlamən daimin mütələzimin ilə yevmiddin. Allahumma enfa'ni bima allamtana və allimni ma yenfa'ni və zidni ilmə. Sonra şeyx yeni bir bab açır. İzə ulqi alə zahri musalli qəzərun əv cifətun ləm yəfsud aleyhissalam. Namaz qılanın üstünə və ya belinə leş mi atarlar, murdar bir şey mi atarlar və ya cəsəd, yəni heyvan cəsədi atarlar və cəmdəyi deyək, onun namazı batil olurmu? Xeyr. Namazı batil olmur. Kənə İbn Ömər radiyallahu anh İzə rəə fi thawbi dəmən və huvə yusalli və da'a və mədə fi salatihi və dəlilun həzə vadih və həzə ənə Nəbi s.ə.v kənə yusalli bi əshabihi fəcəəhu Cibril fəəxbərəhu ənə fi na'lihi qadvaran fəxələhə və mədə fi salatihi. Yəni İbn Ömərdən gəlir ki, o vaxt ki, paltarında gördü ki, qan var və deyir o davam elədi namazını. Baxdı ki, qan var paltarında, namazını davam elədi. Yəni ki, nəcis olsaydı nə edərdi? Çıxardardı. Və yaxud da ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə Cibrail nə deyir? Əyağında gəlir, deyir ki, nə var? Murdar bir şey var da, nəcis var. Və o çıxardı, namaza nə edir? Davam edir. Bəli. ولكن إذا كان لا يمكنه وضع الثوب إلا بكشف العورة بحيث لا يمكن عليه إلا قميص واحد وذكر أن فيه نجاسة أو رأى أن فيه نجاسة فماذا يصنع؟ هل يخلع ويصلي عريان أو يبقى يصلي فيه ونجس؟ نقول يخرج من صلاة ويغير الثوب. Deyir ki, sual verir ki, bir insan namaz qıldığı halda gördü ki, paltarında nəcis var. Çıxartdığı halda deyir, namazda olmur, lüt olacaqdır. Qamis də, deyək. Nağarsın. Deyir ki, yaxşı olar ki, deyir, namazdan çıxsın, paltarını dərsin, sonra neynəsin? Davam eləsin. Yəni, dəyişmə gücü varsa. Çünki Peyğəmbər s.ə.v oradan dəyişmə gücü var idi. Neynədi? Əqqabını çıxartdı, davam elədi. Amma paltarı alınmır axı. Ona görə yaxşı olar ki, deyir, bilsək artıq nəcis var, açıq aydın nəcisi gördü. Neynəyir? Çıxır namazdan, dəyişir və davam edir. Və yaxud da yusur, davam edir. Zəlikə əydən qalə İbn Musayyib Şəbi İzə sallə fi thawbi dəmun əv cənəbə fə innə salatuhu sahihən. İbn Musayyib Şəbidən gəlir ki, bir insan namaz qılır və görür ki, cünubun əlamətləri var və yaxud da deyir, qanın əlamətləri və ya qan var, neyniyir? Namazına davam edir. Namazına devam edir. وكذلك إذا تيمم وصلى ثم أدرك الماء في وقت فلا يعيد كما جاء في سنة في حديث أبي هريرة رضي الله عنه أن النبي صلى الله عليه وسلم بعث رجلين فتيمم حين لم يجد الماء وصليا وعندما وجد الماء قام أحدهما فتوضأ وعاد الصلاة وأما الآخر فلم يعد الصلاة فقال النبي صلى الله عليه وسلم للذي توضأ وعاد الصلاة لك أجر مرتين وقال للذي لم يعد الصلاة أصابت السنة. Deyir ki, iki nəfər təyəmmüm alaraq namaz qılır. Və sonra namaz vaxtı çıxmayıbdır, baxırlar ki, su var artıq. Biri dəstəmaz alıb namazı qaytarır, o birisi qaytarmır. Peyğəmbər s.ə.v nə deyir? Bu deyir, iki dənə əcr qazandı. Həm bundan qabaqçına görə namaza, həm də yenə o birisinə. Yəni, dəstəmaz alıb təzdən qılınacaq. O birisi isə deyir, sünnədir, yerinə yetirdi. Yəni, namazını. Yəni, batil olmur. Buradan da dəlildir ki, kim təyəmmüm alıb namazı qılarsa, su olmadığı halda və sonra baxar ki, su var, qaytarmamaq haqqı var. Aydın oldu? Qaytarmamaq haqqı var. Bu faydalar idi. Sonra şeyx hədisi gətirir ki, İbn Məsud radiyallahu anh gələn hədisdə
Çox biraz sıxıcıdır məsələlər. Deyir ki, Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləm kənə yusallə indəl beyt. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm beyt deyəndə, ev deyəndə nə qəsd olunur? Məkkə, Kəbə. Deyir, Kəbənin yanında, aşağısında, içində yoxdur, aşağısında nə edirdi? Namaz qılırdı. Və bu Cəhlin və əshabu ləhu culus. Əbu Cəhl və onun dostları bir tərəfdə oturmuşdular. İzə qalə ba'dum li ba'd, biri o birisinə deyir, bir-birlərinə deyirlər ki, əyyukum yəciu bəsələ cəzuri bəni fulən. Deyir ki, hansı biriniz filan qəbilənin kəsdiyi dişi dəvənin dölünü, pərdəsində, dölünü, uşaq pərdəsində, dölünü gətirib deyib, Peyğəmbər sallallahu aleyhi və səlləm səcdə edərkən onun belini ata bilər. Yədəv alə zahri Muhammedin idə səcdə. Fənbəəsə əşqal qavm fəcəbihi. Onların içində ən bədbəxti gedib onu gətirir. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm onu edirsənsə, ən bədbəxt insansan. Və deyir, gətirir. Fənəzərə hətə idə səcədə Nəbi sallallahu vədəhu alə zahrihi beynə kətifeyhi. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm səcdiyə getdikdə onun iki kətif dedikdə iki çiyin arasında, yəni belin ortasına neyinlər atırlar. Və nə ənzur lə uğni şeyən ləv kənət li mənatun. Məsud deyir ki, radiyallahu anh, mənim deyir, zəifim, heç bir gücüm çatmazdı. Gücüm çatsaydı bundan qarşısına alardım deyir. Amma deyir, nə idi? Nəhif zəif idim deyir. Uşaq olur da, yəni. Qalə fəcəalu yədhəkun. Və bunu deyir, ehtidlə və gülürdülər deyir. Və yuhilu ba'dum alə ba'd. Elə bir-birlərinə başla, gözlərlə işarə eləyərək gülürdülər də. Yəni buna baxa belə də. Və Rasulullah sallallahu aleyhi və səlləm səcidun lə yərfə rəsə həttə cəəthu Fatimə. Radiyallahu anh. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm başını qaldırmadı. Hətta deyir, o vaxta qədər ki, Fatimə radiyallahu anh gəldi. Fətərəhət an zahri. Onun belindəki neynədi? Götürdü, atdı. Və rəfəə rəsəh. Və deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm başını qaldırdı. Thumma qal, sonra dedi, Allahumma aleykə bi Qureyşin. Allahum Qureyşinin cəzasını ver. Yəni bunların, bu Qureyşlərin cəzasını ver. 3 dəfə dua ilə təkrarladı. Fəşəq aleyhim idə dəə aleyhim. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duası onları neynədi? Qorxutdu. Onları qorxutdu. Və dua deyir, onlara o qədər təsir edirdi ki, niyə? Bilirdilər ki, bu yerdə edilən dua məqbuldur. Təsəvvürlə, bunu etiqad edirdilər. Baxın, bu şişlərə etiqad edirlər ki, bu yerdə edilən dua nədir? Müstəcəbdir. Kənu yaravna ənə dəvətə fi zəlikə bələdi müstəcəbə. Thumma səmmə Allahumma aleykə bi Əbi Cəhlin. Və deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm bir-bir adlarını çəkdi. Allahum Əbu Cəhli, Utbədə bin Rabi'a, Şeybədə bin Rabi'a, Əl-Valid bin Utbə, Umeyyət bin Xələf və Uqbədə bin Əbi Muayt və addə Səbi. Yəni 7-ci də deyir adını çəkdi deyir. Hamısının adını çəkir altına. 7-ci də deyir çəkəndə deyir şey eləmədim deyir. Yadımda qalmadı. 7-ci nə idisə yadımda qalmadı. Və qalə vəlləzi nəfsi biyədi. Deyir, and olsun ki, nəfsim əlində olan Allaha İl-Məsud deyir. Ləqad rəitullezi addə Rasulullah sallallahu aleyhi və səlləm sər'a fi qalibil bədr. Deyir ki, nəfsim əlində olan Allaha and olsun ki, Bədir döyüşündə adı çəkilənlərin hamısını Bədir quyularının birində gördüm, deyir, hamısı meydini. Peyğəmbər nəfər belə dua edirsə, Bədirdə hamısı qırılır. Hamısı özü quyunun birində deyir, baxdım sərilmişdilər.
Yəni gördüm şamsın meyitləri nə olub? Sərəlifdir. أن النبي صلى الله عليه وسلم كان يصلي في المسجد الحرام وفي الكعبة في أوقات الصلاة وغيرها لكن في المدينة قال أفضل الصلاة المرء في beyti illə məktubə. Deyir Peyğəmbər s.ə.v deyir, orada deyir, namaz qılırdı. Yəni bura deyir, Mədinədə daxildir məscid. Çünki Peyğəmbər s.ə.v deyir, hədisi var, ən fəzilətli namaz evdədir. Yalnız vacib namazlardan başqa. Demək, vacib namazlar 5 dənə. Onların ən üstün nədir? Məsciddə cəmaət nədir? Qılmaq. Amma sünnələri evdə qılmaq daha üstündür. Və bəyan ədavətə Qureyşin Rasulillah s.ə.v. Burada deyir, Qureyşlərin Peyğəmbər s.ə.v-in ədavəti olması. Yəni, düşmənçiliyi olması. Və həzi fi'liyyətü şəbiyyətü lə yəfəluhə əhədun. Və lidəlikə liənnə ə'mənə məkəni fil ardı huvəl məscidu həram həttə ində Qureyş. Hətta deyir, bu deyir, cahiliyyə deyir, bir əməlidir, bir feildir. Hətta deyir, baxsan ki, Qureyş deyir, orada da deyir, nədir? Yəni, əmin, oranın əmin olduğundan bilirdi, xəbər edirlər ki, yəni ki, duanın müstəcəb olması. Thumma əşəddu mə yəkunu min cərət ən yücdərə alə abdi min ibadilləhi səcidən lilləhi təhtə beyti. Və mə dəlikə həməltuhum həmiyyətü həmidu cahiliyyət alə məfəluhə. İtalətü Nəbi s.ə.v əs-sucudə liənnəhu əmkənə həuləi ən yədhəbu ilə cəzur və yə'tu bəsələhə və yədə'uhu alə Rasulullah və huvə səcid. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə bunlar deyir, bunu etdi. Yəni, namaz və səcdə olan haqq yerdə. Və getdilər, gətirdilər, deyir, bunu deyir, atdılar və bunun murdar olmamağından xəbər verir. Əgər olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm o namazı qaytarardı. Demək, murdar olmamağından xəbər verir. Və sonra buradan deyir, bir dənə faydalardan odur ki, yəni duanın deyir, edib duaya yardım, yəni yardımın gəlməsi. Və bu da deyir, şəriətdəndir ki, dua edərsənsə də ixlasla yardım gələr. Yəni, Peyğəmbər s.ə.v səcdədə idi. Gördün, Allah subhanət hələ elə elədi ki, qızın ona nəyə gəldi? Yardıma gəldi. Və neynədi? Onu şeydən təmizlə. Hətta orada gəlir ki, Fatimə radiyallahu anhə tarixdə keçir ki, doğrusu Allah bilir, bunlara qarşı sərt cavablar verir. Hətta deyilənə görə ağlayır. Uşaq olur da, ağlayır və sərt cavab verir ki, niyə atam belə elədiniz də belə. Yəni, ona görə də onu gətirirlər ki, çox incinir Fatimə radiyallahu anhə. Və bunu da təbii ki, ata da görür və neynədi? Bəddualar elədi. Ənə ibn Məsudun indəh min şəfqəti alə Rasulillah s.ə.v. Burada deyir, İbn Məsudun necə Peyğəmbər s.ə.və qarşı şəfqəti olmasından xəbər verir ki, yəni gücüm çatsaydı hamısının qarşısını alardım. Mətəmənə ən yəkunə ləhu mənətü ey quvvət həttə yudafi'u anə nəbi s.ə.və və ləhədə qalə ləv kənəli mənə. Necə deyir, baxsan ki, deyir, ayədə də gəlir ki, ləv ənə li bikum quvvətən əv əvi ilə rukni şədid. Kaş ki, sizə çatan bir qüvvəm olsaydı, yaxud möhkəm bir qayaya söykənsəydim. Hansı ki, Lut əleyhissalam deyir o vaxtı. Yəni, burada necə deyir? Kaş ki, deyir, sizə çatan bir qüvvəm olsaydı. Yəni, baxırsan ki, bu da hansı ki, ayədə də var ki, İbn Məsudun sözü elə bir ayə ilə üstə düşür ki, yəni ki, orada deyir ki, mənim gücüm olsaydı deyir, bunlara istədiyim kim nədir? Cavab verərdim. Baxsan ki, Peyğəmbər s.ə.v duası Allah onları deyir, həlak eləsin və onlar həlak oldular. Həlak oldular. Və sonra gətirir ki, İzə kənə bə'də əfra min saləti fərubbəmə yüstədəlli bihi alə cavazı duə bə'də saləti nəfilə. Lənnə Rasulullah s.ə.v dəə bə'də saləti nəfilə. Burada ixtilaf başlayır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı namazda mı etdi, yoxsa namazdan çıxanda mı?
Zahirən baxdın ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu namazdan çıxanda etdi. Hardan çıxartdıq bunu? Namaz qılanda atdılar. Və həmçinin dua eşidildi. İbn Məsud eşitdi. Yəni namazda Peyğəmbər sallallahu əleyhi və səlləm o qədər möhkəm qışqırırdı şeylə arxadakı eşitsin. Demək, namaz vaxtı namazdan sonra idi. Və burada nə çıxır? Namazdan, nafilə namazından sonra əl açıb duanın fikir faydayə əl açıb, amma hansı anda zərur ehtiyac anındadır. Gördünüz, yəni ehtiyac anındadır. Yəni deyir ki, oradan çıxıb deyir bu duanı deyir etdi. Yəni burada deyir var ki, və izə kən hadisə muhtemilən raca'nəl nususu muhkəm. Və hiyə ənə Nəbi sallallahu əmərən nəsə izə əradu ən yəd'u qabləs-sələm. Yəni baxsan ki, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim deyir dua etmək istəyirsə də namaz salamdan qabaq dua eləsin. Səhih hədisdir də. Gətirir ki, "Thumməl yetəxayyar min duai mə şə." Və deyir orada deyir nə istəyirsə, istədiyi dualarını etsin təşəhhüddə. Yəni burada işgal yoxdur. Yəni dua təşəhhüddə necə lazımdır, nədir? Edilir. Yəni buradan deyir ki, niyə Peyğəmbər sallallahu əleyhi və səlləm təşəhhüddə etmədi? Yəni namazdan sonra etdi. Orada səbəblər çoxdur. Yəni təşəhhüddə də ola bilsin edibdir. Yəni namazdan sonra da, yəni onun məsələnin nə qədər şiddətli olduğundan Peyğəmbər sallallahu əleyhi və səlləm açaraq birbaşa məzlum olaraq nə etdi? Çünki zülm olundu ona. Dua elədi. Yəni buradan fayda çıxır ki, nafilə namazından sonra əl açıb dua etmək icazəlidir. Və ləhədə nəqul dua bə'də salədə alə vəçhi rəqmin daimin. Daim kəmə yəf'alu kəsiru minənnət hədə huna fi salə nafilədi minəl bidə. Amma lakin bir insan daimi olaraq nafilədən sonra əlini açıb dua edərsə, daimi hər dəfə, hər nafilədən sonra artıq bidət edir. Çünki Peyğəmbər bunu eləməkdir. Şiddətli anında. Buradan istinbat çıxardaraq qiyas etmək olarmı vacib namazından sonra əl açıb dua etmək? Bir qism alim gətirir ki, bax bu cür arada nəsə şiddətli anda deyək ki, nəyə gətirir? Əgər deyir, sənin duan, istədiyin dua, edəcəyin dua, hansı ki ona ehtiyac var, namazda unutdunsa, səcdədəmi, təşəhhüddəmi, namazdan sonra yadına düşdüsə, o anda eləyə bilərsən. Bu duanı eləməlisən də, yəni ki, ehtiyac var. Amma hər dəfə olmaz. İstər nafilədən sonra, istər də fərzlərdən sonra. Artıq nə olur? Bidət olur. وإذا وجد سبب الحكم في عهد رسول الله فلم يفعله دل على أن السنة ترك ثم إن رسول الله صلى الله عليه وسلم أرشدنا إلى مكان دعاء وهو قبل السلام. Baxsan ki, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm özü bizə hara yönəltdi? Namazdan qabaq, yəni təşəvvüdə. Demədi ki, namazdan sonra açıb edə bilərsiniz. Demək Peyğəmbər sallallahu əleyhi və səlləm bir növ sözü nədən üstün götürülür qayda olaraq? Feildən, əməldən üstün. Peyğəmbər sallallahu əleyhi və səlləm o əməli özəl ola bilsin, xas da olsun. Çünki ona zülm olunur və o dua elədi. Amma sözü sağ nə dedi? Bizə nə dedi? Demək, nədən qabaq dua elə? Təşəhhüddə, yəni salamdan qabaq dua et. Əsən lə şəkkə və ləhədə nəqul i'tiyadu hədə leysə minəs-sünnə. Lakin in fəalə insanu əhyən alə vəçhi yə'mənu min iqtidəyi bihi fələbəs. Yəni, sünnə olaraq bunu sən götür və edirsən, sünnə deyil. Amma iqtida olaraq, Peyğəmbər s.ə.və sevgi, iqtida olaraq eləyirsənsə də arada bir fələbəs. Yəni, problem yox. Məna çatdı. Daimi nədir? Olmaz, qəti şəkildə. Əmmə fil məscidə kənəl insanu mimmə yuqtada bihi fələ yəfəl. Allah üçün deyim, bunu məhciddə etmə. Hətta istəsən belə. Hətta duaya ehtiyac olsa belə neynə? Etmə. Niyə? وَلَوْ لَمْ يَكُنْ ذَلِكَ رَاتِبًا لِأَنَّ قَدْ لَا يَرَاهُ أَحَدٌ إِلَّا فِي هَذِهِ الْمَرَّةِ. Ola bilər ki, insan var ki, ömründə birinci səfər bu cür şeyi görür. Səndən götürüb sünnə olaraq ona əməl eləyir. Əməl eləyir və sən bunu edərsən, o daimi artıq nədir edər? Bidətə yol verər və səbəbkar da sən olarsan. Ona görə
Şeyx gətirir ki, məsciddə nədir? Bunu etməyin. Və sonra gətirir ki, orada Peyğəmbər s.ə.v duası və onların hamısının ölməsi və Peyğəmbər s.ə.v bu cür etməyin böyük bir həzimətə, onların uğramasına gətirib çıxartdı. Və buradan da dəlildir ki, onların hətta orada nə qədər qorxmasından xəbər verir. Çünki Peyğəmbər əlini atıb dua etdi, onlar hamısı qorxurlar. Qorxurlar ki, bu yerdə edilən dua artıq nədir? Onlar özlərinin problem olduğunu və özlərinə baş verəcəyini artıq bilirdilər. Fikir versən ki, deyir ki, Həuləy fələ yəzəlunə yəhəbunəhum əbədən bə'də. Yəni, bundan sonra deyir, onlar daim qorxu içində oldular. Və neynədilər? Kafir olaraq bu dünyadan köçdülər. Və sonra növbəti bab gəlir, burada kifayətlənək. Allah subhanahu bizə şifaydanlar etsin. Subhanahu ta'ala olsun. Əşhədu ən la iləhə illə əntə əstəğfiruka və etûbu ilayk.